Şəmkir rayonunun Dəllərdaşqılaq kənd sakini 15 nəfərlik ailə ilə əkinçiliklə məşğul olan Əmir Aslanov Həsən Quluoğlu Milli TV-yə müraciət edərək ciddi problemlə üzləşdiyini bildirir. Onun sözlərinə görə ailənin əsas dolanışıq mənbəyi olan 30 hektar taxıl sahəsi suvarma çatışmazlığı səbəbindən məhv olmaq üzrədir. Sakin iddia edir ki, əkin sahəsinin su təminatı əvvəl 2 ədəd arteziyan quyusu vasitəsilə həyata keçirilirdi. Lakin Suvarma Sistemləri İdarəsində çalışan məsul şəxs Kənan Bayramov tərəfindən aprelin 15-dən etibarən arteziyanların elektrik xətti kəsilib və nəticədə sahələr susuz qalıb. Şikayətçi bildirir ki, istifadə etdiyi suyun ödənişini etsə də, əlavə olaraq əkinçilərdən qanunsuz ödənişlər tələb olunur. Onun sözlərinə görə, bəzi hallarda hər hektara görə 20 manat, digər sahələr üçün isə 40-60 manat arası pul istənilir. Vətəndaş Milli TV vasitəsilə Prezident İlham Əliyev cənablarına müraciət edərək məsələ ilə bağlı kömək istəyir. Cənab Prezident İlham Əliyev, Şəmkir rayon icra hakimiyyətinin başçısı cənab Rəşad Tağıyev, mən Əmir Aslanov Həsən Quluoğlu Dəllərdaşqılaq kəndində 15 nəfərdən ibarət ailə üzvlərimizlə birlikdə sadə əkinçiliklə məşğul oluram. Bu gördüyüm sahədən sizə müraciət edirəm. Artıq 30 hektar taxıl sahəsi məhv olur. Həmin əkin sahəsinin su təchizatı 2 ədəd su partizan quyusunun hesabına ödənilirdi. Suvarma sistemlərinin satış şöbəsinin rəisi Kənan Bayramov real istifadə edədiyim su haqqını ödədiyimə baxmayaraq aprel ayının 15-dən artizanların gərginlik xəttini aşdırmış və taxılı susuz qoymuşdur. Gördüyünüz kimi taxıl məhv olmuşdur. Xahiş edirəm Kənan Bayramovdan biz istehlakçıların, biz əkinçilərin canını qutarasınız. Bunun özbaşınalığı, qanunsuz hərəkətləri heç bir həddə hüduda sığmır. Maşın kanaldan istifadə edən əkinçilərdən hər hektarına 20 manat, su partizan qabağında əkin əkən hər istehlakçıdan, əkinçidən isə 40-60 manat pul tələb edir. Bu da əkinçinin imkanı daxilində deyildir. Xahiş edirəm Kənan Bayramovun və Dərya Sibin sədri Qurban İsazadənin haqqında müvafiq tədbir görmək üçün aidiyyəti orqanlara göstəriş verəsiniz. Çox çətin bir vəziyyətdəyik. Əkinimiz məhv olub gedir. Xahiş edirik, cənab Prezident, cənab icra başçısı, bizim səsimizə səs verin. Sağ olun.